yaşım var. 2000-ə yaxın filmə baxmışam. Amma hələ də Shaun of Blood filminə baxmamışam. Bu gün isə gedirəm o səhvi düzəltməyə. Hal-hazırda yarıdayam və dəhşətli dərəcədə Macbethin hekayəsini xatırladır mənə. O çox qəşəngdir. Bu niyə hələ də sağdır? Necə? Öldü day. Bir zəhmət. İndi film bitdi, qaldı ən önəmli son iş. Bax indi tamam oldu. Və təxmin ediyim kimi film Shakespeare'in Macbeth piyəsinə əsaslanır. Ona görə də bu mənə çox ləzzət elədi. Çünki Macbethi çox sevirəm. Ümumilikdə götürsək filmi bəyəndim.